Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlandırılması və teatr sahəsində kadrların peşəkarlıq səviyyəsinin artırılmasına yönəlmiş layihələrindən biri olan Öyrədərək Öyrənirəm proqramı çərçivəsində rejissor Fuad Cavadzadənin Ağdam Dövlət Dram Teatrında aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol, Stanislavski sisteminin psixofiziki mərhələləri mövzusunda təlimləri keçirilib. Sənə lazım olan ərəb, fars, türk, bir də rus dilləridir ki, Allah aşkına. Fransadan buğa. Xoş gəlmişsiniz. Ustad dərslərində əldə olunan nəzəri və praktiki biliklərinin tətbiqi məqsədi ilə teatrın yaradıcı kollektivi Mirzə Fətəli Axundzadənin Hekayəti Müsyo Jordan Həkimi Nəbatat və Dərviş-i Məstəli Şah Cadükünü məşhur əsəri əsasında hazırlanmış Müsyo Jordanın Qarabağ Sərgüzəştləri adlı tamaşanı ictimaiyyətə təqdim edib. Siz bizim bu Şahbaz bəyi Paris'e aparmaq istəyirsiniz. Bu nə söhbət? Sən ərzadı boşdursan. Cahil uşaqdır be. Oh, Müsyo Jordan. Bir para sözdən uşağın başını altından al, ağın başından alır. Kişi sən. Qal olmaz ki, ikisini də çağırır. Soruşuyor, bu nə məsələdir? Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Müşfiq Qarayev, geyim üzrə rəssamı Gönçə Həzizadə, musiqi tərtibatçısı Zaur Rəşidov, rəqslərin quruluşu Şükür Həsənzadə, rejissor assistenti isə Ceyhun Yusifovdur. Tamaşada aktyorlar Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva, Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudatatova, Camal Zamanov, Qalib Abdullazadə, Behbud Əskərov, Turan Nərmanov və Yusif Ziyadlı çıxış ediblər.